Hər birinizi salamlayıram, vloguma xoş gəlmisiniz. Bu dəfə yemək hazırlayırdım. Fikirləşdim ki, elə vlogumu da yemək hazırlayarkən başladım. Çünki mənim bir çox izləyicim bu yemək bişirmə prosesini, ev işləri görməyimi filan da çox sevirlər. Buna görə də çalışıram ki, xüsusilə evdə olan vloqları daha çox edim ki, sizin üçün də maraqlı olsun. Burada gördüyünüz kimi əvvəlcə toyuğumu belə üstünü, dərisini filan artıq yerlərini kəsirəm, soyuram. Sonra isə qablar yığılmışdı. Onları götürdüm ki, toyuğun suyu üstlərinə dəyməsin. Toyuğumu yuduqdan sonra qoyacağım biraz qaynasın. Döşəməli plov edəcəm. Həm də yanında da bir salat hazırlayacağım. Toyuğun hissələrini fikirləşdim ki, birinci birlikdə qaynadım, amma sonradan filə hissəsini ayırdım. Onu ayrıca bir qazanda qaynatmağa qərarı verdim. Kızlar, bura qədər nə etdiyimi gördünüz. Bütün toyuqları qoydum burada qaynamağa. Burada isə suyumu artıq qoymuşam. Suyum da qaynayır. İndi soğanı doğradıqdan sonra düyünü də yuyub bura əlavə edəcəm ki, pişsin. Sonra da aşımızı, yəni bildiyimiz qaydada döşəməli plovumuzu edəcəyik. Amma mən qazmaqda edəcəm ki, qazmaqlı olsun. Ne diye dedik? Sevgili dedik. Başa düştüm.
Qızlar, indi də keçirik badımcan salatını hazırlamağa. Gəlin birlikdə başlayaq. Necə etdiyimi onsuz da vlogda görəcəksiniz. Badımcanın yağı çox çəkməsin deyə duru yağa bir qaşıq da qarğıdalı nişastası əlavə edirəm. İndi başlayıram badımcanları belə kəsəcəm. Sarımsaq yadımdan çıxmışdı. Sarımsaq da əlavə edirik bir diş. Biraz istiyot da əlavə edeyim. Kızlar, yemeğimizi yedik, evi de yığışdırdım. Bundan sonra isə çıxdıq, bir mağaza var Nərimanovda. Deyəsən oyuncaqda adı. Dəqiq yadımda deyil hal-hazırda. Oradan getdik, belə oyuncaqlar aldıq. Əslində biz bir şey axtarırdıq ki, bu sonuncu göstərdiyim. Yəni tutsun Alina onu parkda filan sürə bilsin. Bunun üçün getmişdik, amma getdik digər şeyləri də aldıq.
Həm də qiymətləri də məncə çox uyğun idi. 30 manat verdik bu qədər oyuncağın hamısına və belə bir çay dəstə aldım. Əgər Alina ilə yaşıd qızınız varsa, bu dəstə alsaz xoşuna gələr məncə. Çünki mən heç gözləmirdim ki, Alina bunu bu qədər sevər, bu qədər yəni bəyənərək oynayar, amma çox sevdi. Hər gün demək olar ki, bu oyuncaqlarla oynayır. Yıxma da, düz tut. Şudur, belə. Bunlar isə balıqlar idi bu formada. Əslində Alinanın balıqları var idi, amma yenə də bunu da gördük, xoşumuza gəldi. Almaq istədik. İndi isə gəldim, otağı yığışdıracağam. Yəni otağı dediyim, otaq yaxşıdır, amma ki şkaflarımız çox pis haldadır. Şkafları yığışdırıb sizinlə sağollaşmaq istəyirəm. Tamam. Tamam. Qızlar, baxın gördüyünüz kimi oldu. Məncə bayaqkindən yetərincə səliqəlidir. Düzdür, istədiyim kimi yenə də tam olmadı, amma Alina ilə bu qədər mümkün olur. Alinanın da əlinə çanta keçdi, buna görə sakitləşdi. Yoxsa mənim elədiklərimi elə pozmaqla məşğul idi. Belə oldu. Məncə əvvəlkindən yenə də yaxşıdır. Bir də fikirləşirəm ki, bu hissəyə bir əl gəzdirim. Çünki burada mən yulan köynəkləri gətirmişəm elə tərs üzündən belə qırışmasın deyə asmışam. Amma fikirləşirəm ki, onları çevirim, daha səliqəli olsun. Burada bəzi lazım olmayan qalın paltarlar var. Onları da götürüm. Çünki biz demək olar ki, onları heç işlətmirik. O bizim götürsün. O bizim de yanında.
Qızlar bu formada oldu. Biraz yüngülləşdi elə bir. Düzdür, istədiyim kimi edə bilmədim. Çünki Alina imkan vermədi. Həmişə kimi. Xanım ancaq dağıdıb tökməklə məşğuldur. Güya mənə kömək eləyir, amma işlərim uzanır. Dan orada düzəltsəydim daha rahat olardı mənə, amma məcbur gəldim burada elədim ki, etdiklərimi də dağıtmaq istəyirdim. Burada belə bir asılqan var. Bunu belə çanta filan asmaq üçündür yəqin. Mən də Alinanın demək olar ki, gündəlik istifadə etdiyimiz çantasını filan belə bir çanta da var. Bunları buradan asıram. Həm burada ortalıqda qalmır, yer tutmur. Və bu formada da məncə yaxşı olur. Bu tərəfə də gündəlik olaraq məsələn geyindiyim bir koftanı qoyuram ki, digər paltarlara dəyməsin. Belə oldu, məncə yetərincə səliqəlidir.